2026-cı ildən etibarən Respublikanın rayonlarında və paytaxtda icra hakimiyyətlərinin mərkəzi aparatında, icra nümayəndəliklərində ciddi ixtisarlar olacaq. Dəqiq vəzifə və şöbələr barədə məlumat indi sizə təqdim edirəm. İcra hakimiyyətlərində ixtisarlar olacağı, strukturun yenidən formalaşacağı ilə bağlı dəfələrlə özəl xəbərlər vermişdik. Artıq icra hakimiyyəti orqanlarının da səlahiyyətsiz quruma çevrilməsi, əksər hallarda sakinlərin tikinti işlərinə müdaxilə edib korrupsiyaya yol verməsi, əsas etibarilə küçə ticarətinə icazə verməklə məşğul olmaları, abadlaşdırma adı altında ağac, kol, əkmə uğrunda yarışa girmələri, ərazilərində olan parkları qarış-qarış icarəyə vermələri, habelə yolların yuyulması adı altında istifadə edilən dərman, su, kimyəvi maddələr kimi istədiklərini rəsmiləşdirə bilmələri, bununla yanaşı sahibkarların yardımından istifadəyə rəğmən qarajlardan yola çıxan avtomobillərin hərəkətini, yandırdığı yanacağı, yollarda tökülən qumun, duzun həcmini şişirtmə bacarıqları heç də hər kəsə sir deyil. Bir sıra icra hakimiyyətlərinin qanunsuz tikintini sökür kimi güc göstərişləri belə qeyri-qanunidir. Çünki icra hakimiyyəti qanunsuz hesab etdiyi tikintini sökmək yox, həmçinin aidiyyatı qurumu məlumatlandırmaq səlahiyyətinə malik bir qurumdur. İcra hakimiyyətlərinin əksəriyyəti isə hazırda ərazilərdə baş verən yaxud baş verməsi planlaşdırılan bir sıra tikintilərə müdaxilə ilə qazanc əldə etmək marağındadılar. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının 7-ci maddəsinin, yəni dövlət orqanlarının struktur qurumlarında struktur bölmələrinin növləri və yaradılması qaydası 7.2-ci bəndində deyilir ki, dövlət orqanlarının struktur qurumlarında struktur bölmənin rəhbəri də daxil olmaqla şöbə yaradılması üçün minimum 8 ştat vahidi, dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrdə 3 ştat vahidi, sektor yaradılması üçün minimum 3 ştat vahidi müəyyən edilir. Amma bugün Bakıda və Respublikanın rayonlarında icra hakimiyyətlərinin əksər şöbələri nəinki 8 müdirlə birlikdə 3-4 nəfərdən ibarətdir. İllərdir formalaşa bilməyən bu şöbələrin fəaliyyəti necə qənaət bəxş sayıla bilər? Yalnız hesabat dövründə yada düşən bölmələrin ixtisarı büdcəni əlavə yükdən azad edə bilərmi? 2026-cı il bürokratik əngəl törətməkdən başqa bir işə yaramayan əksər məmurların vəzifələri ilə sağollaşmalı olduğu il olacaq. Artıq şöbə müdiri müavinlərinə bir strukturda 40-50 mühasibə, iş masası arxasında isə mürgüləyən məsləhətçilərinə ehtiyac qalmayacaq deyə analitiklər bildirib.